لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Allah sizə xeyir versin. Bir dərs və ya moizə bitdikdən sonra bunu bir adət halına gətirmədən, sadəcə bəzən etmək şərti ilə əlləri qaldırıb dua etməyin hökmü nədir? Dərsdən sonra bəzən dua edilməsində bir problem yoxdur. Çünki bu, salih bir əməldir və ya buna ehtiyac duyulan xüsusi bir hadisə baş verərsə edilə bilər. Lakin bunu bir adət halına salmadan və sünnə olduğuna inanmadan əlləri qaldırmaq məsələsinə gəldikdə isə, elm əhli yanında duada əllərin qaldırılması ilə bağlı 3 hal müəyyənləşmişdir. Birincisi, Peyğəmbərin Allahın salamı və salavatı onun üzərinə olsun, həmin məqamda dua etdiyi və əllərini qaldırdığı hallar. Belə olan halda əlləri qaldırmaq sünnə və ibadətdir. Kiçik cəmrəyə daş atdıqdan sonra, Səfa dağına çıxdıqda və Mərva dağına çıxdıqda edilən dualar kimi. Burada əlləri qaldırmaq sünnə və ibadətdir. İkincisi, Peyğəmbərin Allahın salamı və salavatı onun üzərinə olsun, həmin məqamda istər müfəssəl, istərsə də ümumi şəkildə dua etdiyi nəql olunan, lakin əllərini qaldırdığı nəql olunmayan hallardır. Belə bir halda əlləri qaldırmaq biddətdir. Yağış duası, istisqa xaricində, cümə xutbəsi əsnasında dua edərkən əlləri qaldırmaq buna misaldır. Çünki Peyğəmbərin Allahın salamı və salavatı onun üzərinə olsun, yağış duası xaricində xütbədə dua etdiyi sabitdir. Bəzi elm əhlinin yağış duası xaricində xütbədə duanın sabit olmaması barədə dedikləri doğru deyil. Əksinə, deyirik ki, bu sabitdir. Çünki Peyğəmbərin xütbədə dua etdiyi zaman barmağını qaldırdığı sabitdir ki, bu da yəqinliklə yağış duasından başqa vaxt olub. Lakin xütbənin daxilində duanın dəqiq məqamı nəql olunmamışdır. Buna görə də xatib imkan tapsa, duanı gah birinci xütbədə, gah da ikinci xütbədə etməsi daha yaxşıdır ki, insanlar duanın mütləq ikinci xütbənin sonunda olmasını sünnə zənn etməsinlər. Əgər buna imkan tapsa belə etsin. İmkan tapmasa isə, la havlə və la quvvətə illə billah. Allahdan başqa güc və qüvvət sahibi yoxdur. Həmçinin Kəbə ətrafında təvaf edərkən və ya Məsada, Səfa ilə Mərva arasında dua edərkən əlləri qaldırmaq da biddətdir. Çünki Peyğəmbər Allahın salamı və salavatı onun üzərinə olsun, bu məqamda əllərini qaldırmayıb. Üçüncüsü, Peyğəmbərin Allahın salamı və salavatı onun üzərinə olsun, həmin məqamla bağlı heç bir halının nə etdiyi, nə də etmədiyi nəql olunmadığı hallardır. Yəni, onun bu məqamda ümumiyyətlə dua etdiyi nəql olunmayıb. Lakin dəlillər oranın duanın qəbul olunma məqamı olduğunu göstərir və ya bu, ümumi bir duadır. Belə olan halda əlləri qaldırmaq duanın qəbul olunma səbəblərindəndir. İnsan əllərini qaldırar, lakin ona bunu davamlı, vərdiş halına gətirərək etməmək buyurulur. Azanla iqamə arasındakı dua buna misaldır. Azanla iqamə arasındakı dua barəsində Peyğəmbərdən Allahın salamı və salavatı onun üzərinə olsun, bir hal nəql olunmayıb. Yəni, onun dua edib əllərini qaldırmadığı nəql olunmadığı kimi, dua edib qaldırdığı da nəql olunmayıb. Lakin bura duanın qəbul olunduğu məqamlardan biridir. Buna görə də insan azanla iqamə arasında dua edərkən əllərini qaldırması duanın qəbul olunma səbəblərindəndir. Lakin insana bəzən bunu tərk etməsi də buyurulur ki, əllərini qaldırmadan dua etsin. Beləliklə, nə özü, nə də başqası bunun mütləq bir sünnə olduğunu zənn etməsin. Duada əllərin qaldırılması məsələsində deyilə biləcək ən gözəl söz budur. Güman edirəm ki, bu qədər kifayətdir. Uca Allahdan diləyirəm ki, məndən və sizdən qəbul etsin, hamımızı özünə itaətdə istifadə etsin, bizi itaəti üzərində yaşatsın və sonumuzu xeyirli etsin. Allah ən yaxşı biləndir. Peyğəmbərimizə salat və salam olsun. Əziz izləyicilər, videonu bəyəndinizsə, abunə olub bizə dəstək ola bilərsiniz.